Gülüstan Xala məclisimizdə Sınaqın xanımla xoş gəlir. Gülüstan Xala Göyçə qızıdır. Sağ ol. Azmuatlı qızıdır. Göyçə haqqında yazdığım şeirin biri getdirir, biliyor, ikincini dərlər. İki aşırı məclisdəyik, bizdən xəbər aldılar ki, Göyçə nədir, Göyçə gülü nədir? Bu aşıq başladı fikir söyləməyə, nə gördüm, yox söz istəyirlər. Mənim Göyçə haqqında yaranan şeirim orada yarandı biri də. Yarananlar ürəklərdə yox salıq, Göyçə gülü bizə Göyçədən qalsın. Onu əl əsgərlər alırlar çalıb, Göyçə gülü bizə Göyçədən qalsın. Orada aşıq Zəhbir Ustad olur. Gülüstan Xala aşıq, alının ustadıdır. Adı Allah verdi, ləqəbi aşıq olur. Orada aşıq Zəhbir Ustad olur. İmanın sinəsi boşalıb dolu. Məhməd Söyün oradan ilhamını alıb, Göyçə gülü bizə Göyçədən qalır. Aşıq Nəcət öz önümdə dayanır. Ürəyim alışıq oldura yanır. Müqəddəs adları zərdiyar dağınır. Göyçə gülü bizə Göyçədən qalır. Kərəm onu yana çalıbdı. Yanıq Kərəmiyə oynamaq olmaz. Nəşan bir havadı yanıq Kərəmi onu gülə-gülə haylamaq olmaz. Yanıq Kərəmiyə oynamaq olmaz. Çox çalışdı, muradına yetmədi. Onun dərdi ürəklərdən getmədi. Kərəm yanan yerdə ot da bitmədi. Onu dost başlıya paylamaq olmaz. Yanıq Kərəmiyə oynamaq olmaz. Sağ ol, sağ ol. Kərəm getdi, qəmərbanı ağladı. Ürəyini çarpaz darladı. Nalə çəkdi, çaylar kimi çağladı. Belə aşıb-daşıb qaynamaq olmaz. Yanıq Kərəmiyə oynamaq olmaz. Ziyad xanın yurdu daha bir anda. Əyalı kör oldu, oğlu da yandı. Göz yaşından qanlı dəriyə yarandı. Girib o dəryanı oynamaq olmaz. Yanıq Kərəmiyə oynamaq olmaz. Kərəm keçmişin izdiyasıdır. Zəncərəm bu hava qəm havasıdır. Keçsin gülmündən qəm havasıdır. Olmaz dalıyla saylamaq olmaz. Yanıq Kərəmiyə oynamaq olmaz. Gülüstan Xala Bərzay rayonunda toy məclisində yenə heç aşırır. Mikrofon qurulub, bu aşıq oxudurlar, məni qoyurlar, deyirlər, ancaq söz boşacaqlar. 5-6 saat məclis gedir, birdən yaşlı, çox yaşlı bir kişi əlində çəlik, özü qaçsıyır. Mənim üstümə qışqırdı, dayan. Dayandı, ay baba, nədir, dedi, mənim də sana babam var. Dedi, sən nə nanı kör adamsan? Biz səndə müəllimin zəhməti yoxdur. Müəllimin zəhməti sana hava nelə qədər müəllimin zəhməti sana.
Burada bugün hamıya söz qoşdu, müəllimə söz qoşmam. Bir Allah baxdım, gördüm ki, bu müəllimdir. Müəllimə niyə söz qoşmadım? Çünki mən orta məktəb görməmişəm. Məni çağıran çatdılar, bunu dayandırdılar, bunu inandırdılar ki, açıq orta məktəb görməyib. Buna görə də müəllim adını çəkmədi, bu inanmadı. Gedib böyle söyləyən adam, böyle özündən söyləyən adam, inanmıram ki, Beysaba olur. Mənim müəllim şeirim orada yarandı. Acıdır, şirindir, dadı bilmirəm, dillərdə şərəfli sözdür müəllim. Xalqa elm öyrədir, əsrlər boyu zəkalı başlarına gəldi müəllim. Düşdülər dumana, düşdülər çənə, dəhşətli günlərə gəldilər sinə. Bunlar çıxartdı xalqa az günə, hərkəsin onlara dözdü müəllim. Şairə təm verdi ədəbiyyatdan, yazdı kainatdan, yazdı həyatdan, zar çəkdi millətə, dedi sabahdan, elmin dəryasında yüzdü müəllim. Müəllim öyrətdi alimə elm, fəlsəfə elmindən mən hamdan bilir. Beysabat dərgərəm, çəkirəm, dürüm deyirlər, işıqlı göz müəllim. Bunu inandırırlar ki, aşıq orta məktəb görmür, başına Abbas dərgər, bu inanandan sonrasına başladı ağlamalar ki, oğul, mən sənə üçün belə istedadlı adamsay, mən sənə niyə bu sözləri verir? Başladı körünümü almağa, mən dedim, ay baba, istəndən inciməmişəm, sonra qadınlardan güyə gəldi ki, bizim qadımızı çəkmədi. Mənim qadınlar şehrimdə orada yalandı. Az bir çəklər anam, qız gəlim bacım. Hərəsi bir evə zinətdir qadın. İsti nəfəsləri evi istidir, kişinin ömrünü hörmətdir qadın. Göyün mələkdir, fəriştəsidir. Uca zirvələrin şəlaləsidir. Hər evin eşiği şənlik səsidir. Babalarla deyil, cürətdir qadın. Hələ gəlir Koroğlunun sədası, qadınlardır mərd oğullar anası. Sizsiz yoxdur bu həyatın mənası, əzəldən bilirik, cürətdir qadın. Çox şey yazmışam çiçəyə gülə, zərgərəm heç kimi tutmadım dilə. Əzəldən bəhtalih yazılıb belə, hərəsi bir evə, qismətdir qadın. Sağ olun. Bir bak, ana laylası var, baş var dil havasında. Əklərimin davası var, baş var dil havasında. Mənaların mənası var, keçmişimin sədası var. Xalqın ulu babası var, baş var dil havasında. Diqqət verin, qulaq asın, bu il hikmətin mənasın. Ruhu var Zərgər Abbasın, baş var dil havasında. Acı təhvillədə tikə doyurar. Çoxdur. Acı bir tikə doyurar, acı gözü dünyanın varı doymaz. Belə bir şeir yazsam ki, acı təhvillədə tikə doyurar. Acı gözü dünyanın varı doymaz. Dəriyə bir çəngə bot da bəs edər, boyunu çuval darı doymaz. Şözlə yarılama məsraf bananı, amanlı dindirmə özü dananı. Var üçün ziyarı təşinə yananı, qışda zirvələrin qarı doymaz. Mən ki danışmıram şeytan şərini, evliyə birasız söz dərgərini, dünya şirinliyinin aşıqlarını toplasan 1 milyon, arı doymaz. Varlı yeyib içib sallanıb gəzər, kasıbın ağzından rəngi soğudar, varlı şəkər olar, yazıldı xəstə, kasıbın canına vərəm olar. Varlılarda xəsis də var, məhv də var, kasıb üçün tapılmadı bir da var, varlılarda gizli dərd də var, kasıbın dərdləri günə çıxar. Kimə qalıb dünyanın sərvəti, zərgərin sözünün bu qüdrəti, varlının evini varı devləti, kasıbın evini kasıbı yıxar. Baş məlir, bir məclisdən çıxdım, bir orta boylu balaca bu 2 yolunu kəşdi, bir daşı sənlə gitmişdim var, beni duyur. Gelməli uşaqlarını saxlayıbəndir, gedək bizə. Gedək bizə, mənim evdə bir saxlamaq.
Yorgunam, istedim diyen, bunu böyle gördüğünüz kasıqlarına gətirdə deyiləm. Əyləşdi maşına, gəldi, çıxdıq, görüb çatanda gördüm, bir bu daxmal. Gecədir, ev qapıda dayan, görüb çoxlar yatın. Bu gündü içəri əzdən, içəri girəndən sonrasına, mən qapıdan belə qulaq açdım, böyüdən görüm nə olacaq. Sılıq söküb bir damdır. Gördüm, arvad küçük qalxan kimi, kişi ilə arvad başlar. Arvad deyirsin, aşıqla öyle, sən də öləsən, uşağın bizə soyğuba kəsməli. O saatlar mən telefonu açdım, başladım buzdalamağa, bildirim çıxacaq. Buradan sonra çıxdı, buna aman vermədim. Dedim, qardaş, öyrən zəklərdir, qaba gəldi məni buradı. Xəstə var. Gedi həylə uşaqla buraya. Çıxdım, gəldim, fikirləşdim ki, gör uşaqlıq nə gündədirsə, Allah, arvadın da yanında söz götürmüş. Götürdüm, belə bir şey yazdı, az mənə. Göydən yerə qor düşsə, səninkisi yanay kası. Heç bir yerdə sən yazılma, deyən yoxdur, canay kası. Zəhmət dinlətin, səsisən, qara zaman tüstüsüsən, yayda günün istissən, qışda burada donay kası. Sən görmədin gülənüz, məskənindir, dərə həmdir, İstəyirsən gecə gündüz, yox sənəmlanay kası. Gözündən qanlı yaş aktı, ürəyində dərdi çoxdur, evdə də hörmətin yox, heç olmasa qanay kası. Bu xəbər zərgərə çatdı, var devlətin bir arvaqdır, o da sənə cıvan tutdu baş başını, yolay kası. Əziz qardaşlar, bir nişan məclisinə dəvət olunmuşuq. Şahinə qızına işliyimdir, gözlürük ki, bəylə gəlin gəlsin. Burada sonra bəylə gəlin gələndə, ilahi, elə bir Allah'lara qız bir mələk göydən indi. Belə baxanda gördüm sizin qolunda bir balaca boy çoxu sifət olmalıdır. Oğlan üzr istəyirəm, o qədər çirkindir ki, mən diqqət verdim ki, yəni, belə, bax, bu nədir ki, bu qız nə qədər özünə sırışdırıb, bax, buna gelir. Neçələr orada yaxsın aylayır. Orada mənim, Nursan xala, bir şeirim yarandı. Bir şeirim yarandı. Yanağın lalədir, gözüm piyalı, qız sənə gözəllik haradan gəlir. Zənəxtanda olan bir qara var, sirrili, şehirli dünyadan gəlir. Ananın bətnində tapıbsan İsmət, sənə ilahidən olubdur qismət. Bu gözəllik, bu mərifət, ləyaqət sənə sənin olan anadan gəlir. İndi qolundakına görə nə deyirəm? Bənzərim var əxirli bir çiçəyə, zərgər yaranıbdır doğru deməyə. Sənin kimi qulub yoldan mələyə, bu günləri elçi bir nağdan gəlir. Fakırlar məndən inciyər, deyərlər ki, heç bizə şehir yazmadı. Bu şehirdə fakırların paylaşır. Gecəl şarqısın, gündüz gözləri, dərdinə qarışdı başı fakırlar. Vaxtlanmasın qonşu malını saymağa, gündə müşkül olsun.